var idi. Diyaloqa, danışığa Batı ilə və Trumpla yumuşanmağa. Yəni bundan artıq bir şey yox idi. Yoxsa getməz idi. Əslində millət vəkili qurumunda seçilsin. İndi əgər şərait dəyişənə kimi bəzi belə gedəcəkdir və imzalıqlar şeylər qəbul edəcəklər. Amma tutalım ki, şərait dəyişməyə doğru getsin. Yəni Trumpla razılaşsınlar, İsrail o hücumu mərhələsindən qıraqda qalsın və İran görsün ki, həm eləyə bildi Trump'ın demək ki, tərəfdaşları ilə bir müqavilə imzalasın ki, atom məsələsində müəyyən güzəştlərə keçir, dalıya oturur, əvəzində ambargoları götürürlər, İrana dolarlar gəlir, nəft satılmaları gedir. İran bir sıkıntı güc hissi gəlsə biləsinə, həm onun iç çirkin mahiyyəti çıxacaq üzə yavaş-yavaş, təzədən başlayacaqdır imzalıqları, müqavilələri vuracaq altına, təzədən qonşularıyla, yəni mahiyyət aynıdır, yəni heç fərq eləməyəcəkdir. Onun üçün bunların çoxu bağlıdır ki, nə gedişat bağlıdır İranla, Amerikanın görüşlərinə. O görüşlərdədir ki, göstərəcək ki, İran bundan belə nə edəcək? Bəli, təşəkkür bilirəm sağ olun Mahmud bəy. Demək olar Pezeşkanın Bakıya getdiyi bu səfərə görə danışığımız oldu. İkinci konumuza keçək. Bildiğiniz kimi keçən günlərdə İranın Bəndər Abbas şəhərində böyük bir partlayış baş verdi. Bəzən xəbərlərdə belə gəldi ki, hər hansı sursatlara görə, müşəkillərə görə orada yakıtlar var idi. Partlayışın da səbəbi onlar idi, hər hansı müşəkillərə görə. Ya başqa bir məsələlər İranın sübahı bunu təksib elədi ki, yox, bizim heç bir əlimiz orada yoxdur, heç bir partlayış bizə görə olmayıbdır. Bu məsələlər ancaq çox İran hər belə bir böhranlarda bildiyiniz kimi öndə səy eləyir, yalan xəbərləri buraxsın, ölülərin sayını az göstərsin. Necə ki, əvvəldə 3 nəfər, 4 nəfərlə başlandı və indi 500 nəfərdən zaran çoxa çıxıbdır bu ölülər orada. Həyatların əldən veriblər və hələ yaralılar heç minlər nəfər aşıbdır. Ancaq bu böhranı vəziyyətlərdə İran çox zəif əməl eləyir bildiyiniz kimi. Həm texniki baxışından, həm vəsail və həm elə bu məsələni necə millətin içində yaymaq üçün. Bu məsələni necə görürsünüz? Bu partlayışlar siz hansı məsələlərdən demək olar dolayı görürsünüz ki, orada baş verdi? Mən burada düzdür ki, fakt o cür əldə yoxdur və İran hakimiyyəti şəffaf bir hakimiyyət deyil. Faktları ortaya qoya və adam elə belə rahatlıqla təhlil edə ki, nədir? Əgər İranın 3 il, 4 il bundan qabaqdaşı gücü olsaydı, niyabəti qüvvələr yerində və içəridə müəyyən bir özünə görə bir, yəni o 2 il yarım bundan qabaqdan da öncə, o milli hərəkatda, qadın hərəkatından öncəki durumu olsaydı İranın, mən düşünürəm ki, daha artıq məsələnin üzünü açardı ki, bu iştibah əsasında olubdur bu böyük partlayış. Ya burada doğrudan elə əcnəbi qüvvələrin ki, təbii ki, gözəl çarpan da İsrail olar, əli var imiş. Ağay Məhəmməd Sərrac herhalde Tehranın millət vəkilidir. O açıq deyir ki, məsələ şansı deyil, ittifaqı deyil. Onlar mı Məskətdə görüş keçirilir? Eyni halda, aynı gündə elə bir nöqtəyə hücum olunur. Özdə bir yerdə partlayış olmur. 4 dənə ayrı nöqtələrdə ardıcıl. Ki, vüsət o partlayışı daha genişləndirsin və o qədər böyük ki, İran rejimi əvvəldə deyir ki, elə bir dənə partlayış olubdur, bahardadır, çox kiçik bir şeydir, 2 nəfər öldü, 3 nəfər öldü, yavaş-yavaş gündə deyib 5 nəfər öldü, 15 öldü, indi gəlib 65-ə yetiribdir. Ölülərin sayı qat-qat bundan çoxdur. Yaralıları indi İran rejimi deyir 1200 nəfər, o da bundan çoxdur. Əlbəttə biz bu insanların ölməsinə üzülürük, hamısı Allahdan rəhmət diləyirik. Yaralılara da acil şifa diləyirik. Hər halda insanlardır ki, zəhmət çəkən insanlar da çox ölənləri. Yəni hamısı elə hakimiyyətin sübahın nə bilim aparıcı böyükbaşları deyil ki. Bəlkə burada çoxlu məsum insanlar ölürlər. İnsan həyatı dəyir bir-birinə. Şoförlər, ranındalar. Bəli. Amma burada əsas aparıcı şey budur ki, baxaq ki, bu partlayışda kim qazanır, kim utuzur. Oradan təhlil edə bilirlər ki, bu kimin mənfəətlədir. Bu nöqtə ki, partlayış üst tapıb biləsinə Rəcai'nin demək ki, bəndərgahı ki, oradan İran rejimi ümumiyyətlə sübahın əlindədir
və oradan demək çox böyük gəmilər gəlirlər, yük boşaldırlar və o Rəcaidən də bir 20 kilometrə yaxın Bəndə Abbasın bəndələrinə müntəqil olur. Bu Rəcai məntəqəsi Sübhan əlindədir bir. İkinci, bu məntəqəyə normal vəsail yox. Bəlkə burada Çindən iki böyük gəmi gəlibdir ki, orada onların içində prokuror stadion vardı. Ki, onları gətirirlər 2000 ton prokuror stadiomu gətirirlər ki, İran ki, İsrail ilə geçmişlər o muşəhlərdə davasında bir güya neçə yüzdə muşəh buraxmışdı və indi muşəh əskikliyi vardı və ehtiyacı vardı ki, yeni raketlərin hazırlıq aparsın bilirlərinə, onların o mayəsi ilə ki, bu elə bir muşəh uçsun, uzun müddətli bir göydə olsun. Bunların enerjisinin təmini üçün bu gəlibdir. Əgər bəs bu muşəhlərə bu təğziyə yetişməsə, bu muşəhlər işdən düşür. 260 dənə dildə muşəhin təğziyəsidir. Onların 260 muşəhi işdən salır. Bu bir. İkincisi, burada bu muşəhlər işdən düşəndə İran böyük bir ekonomi baxımdan zərbə yiyir. Çünki niyə burada bu bəndər elə bir bəndərdir ki, demək İranın 50%-dan çox, o ki mən Google-dən çıxartmışam, 47% dərəməd qeyri-nəftçi bu bəndədən gedir. Bu çox böyük rəqəmdir. Yəni bir dənə məmləkətin 47% qeyri-nəfti oradan gedir. Eyni halda 75% konteynerlər ki, gəlir gedir məmləkətə, 75% bu konteynerlər o bəndədən gəlir gedir. 55% demək ki, İranın sadrat və varidatı o bölgədən gəlir gedir. Yəni, bəs əgər burada bir böyük partlayış olar, oranı vura bir-birinə, orada İran ekonomi baxımından böyük zərbə yiyəcək. Yəni, həm muşəhləri zərbə yiyir, həm İranın ekonomisi zərbə yiyir. Üçüncüsü, İranın güvənliyi gedir sual altında. Ki, İran güvənliyini saxlaya bilmir bölgəsində, güvənliyini saxlaya bilməyəndə, necə geçmişdə görsənmişdir ki, eləyə bilmir atomu danışməndlərini saxlasın, eləyə bilmir belə öz içində iştibah eləsəm Həsən Nəbiyyəni görürsünüz gəldi Tehranın ortasında öldürdülər. Bunların öldürülməsində İran göstərdi ki, kontrolü yoxdur güvənlik məsələsinə. Yəni çox rahatlıqla İsrail gəlir, tonlar bunun bilgisini atom məsələsinə bağlı götürür, aparır İsrailə və İran elə bilmir bunlar görsün ki, baba bu neçə tonlar nədir bunun əsnadını götürdü getdi. Və bunlar göstərir ki, bəs İran güvənsiz bir yer nöqtədədir. Və bu güvənsizlik İranın silahlı qüvvələri içində böyük bir didərginlik yaradır. Millətin içində umidsizlik yaradır hakimiyyətə. Yəni, bəs bir dənə oxuna neçə nişan vurulubdur. İranın demək, atom məsələsində, müzakirələrində böyük bir ato düşübdür Amerikanın əlinə. Amerika daha üstün edə bilir davrana. Çünki niyə eləyə bilir İranı desin ki, biz müzakirədəyik. Siyasi hərəkatla eləyə bilirik biz. Bir şey yaradaq ki, sənin 260 raketinin enerjisini ortadan qaldıraq, ekonomiyi vuraq, güvənsizlik yaradaq biləyən və milləti sənə bu qədər göstərək ki, sən bu qədər zəifsən. Biz bundan çox-çox eləyə bilirik. Əgər biz çox eləyə bilirik, daha təslim olmalısın. Daha bizim istəklərimizi baxmalısın. Bəs istəyəm deyəm ki, bu Bəndə Abbas hadisəsi düzdür ki, yüzlər insan ölübdür, minlər insan yaralanıbdır və böyük bir işsizlik gətirəcək dağılısıca. İranın ekonomisi zəifləşir. Amma kimin əli güclənir? İsrailin əli güclənir, Amerikanın əli güclənir. Müzakirə